Hepinize selam dostlar. YouTube kanalımın ilk videosuna hoş geldiniz. Bir alkış verelim. Moral olsun. Alkışlamayın lan! Alkışlamayın! Lan alkışlamayın! Bu videonun məğzində nələr olacaq onu deyim əvvəlcə. Bilirsiniz ki, IELTS beynəlxalq ingilis dili imtahanıdır. Və mən 2-ci kurs olduğum üçün IELTS-ə başlamağı 4-cü kursda planlayıram. Çünki mən ixtisasım 5 illikdir. Və bilirik ki, IELTS-ə hazırlaşmağın özü belə biraz çətin mərhələ olduğu üçün IELTS-dən əvvəlki mərhələyə gəlmək IELTS-ə hazırlaşmağı daha da asanlaşdırır. Yəni bu videonun məqsədi əslində davamlı olaraq IELTS-dən əvvəlki mərhələyə gəlmək üçün hazırlaşmalıdır. Mənim ingilis səviyyəm bilənlər bilir ki, aşağı deyil. Yəni biraz bəzən o danışıqda biraz problem olur, amma bunu aşağı eləmir. Sadəcə biraz praktikaya Hadi lan oradan! Hadi lan oradan! ihtiyacım olduğunu deyir mənə. Ona görə düşünürəm ki, davamlı şəkildə praktika eləsəm və praktikada necə? Listeninglə, nə bilim, podkastlar dinləməklə və yaxud da bir film izləməklə falan bunu həll etməyi düşünürəm. Yəni belə. Yəni düşündüm ki, bunu belə evdə tək özüm aparmaqla, yəni məsələn özüm tək yazılaşmaqla çox da bir şey eləyə bilməyəcəm. Niyə? Çünki məndə çox güclü bir tənbəllik var. O da necə? Məsələn, bunu indi bugün həvəslə eləyirəm. Sabah bir şey olacaq, həvəsdən düşəcəm, eşq qalsın, sonra eləyərəm falan filan. Amma bunu sizlərlə bir yerdə aparsam, düşünürəm ki, yəni məsuliyyətli olaram. İndi bilməyənlər üçün izah edeyim. IELTS nədir? IELTS ingilis dili biliyini yoxlayan beynəlxalq bir imtahan sistemidir. Yəni bu dünyanın 140-dan çox ölkəsində tanınır və bu imtahanda yüksək bir nəticə yığmaq belə deyək, bir sıra ölkələrdə, belə tanınmış universitetlərdə tam rahat. IELTS-in iki növü var. Akademik IELTS, General IELTS var. Akademik IELTS daha çox belə, necə deyim sizə, imtahan üçün, necə deyim, yadıma saldım. Xaricdə məsələn oxumaq üçün falan istifadə olunur, amma General IELTS gündəlik həyat üçün, iş üçün, miqrasiya üçün istifadə olunan bir imtahan növüdür. IELTS-də bilirik ki, skor 9-dur. Yəni 9-a qədərdir. Ən yaxşı skor 8-dən yuxarı levellər deyəsən elə əla sayılır. 7-dən yuxarı yaxşı, 7-dən aşağı belə orta səviyyə sayılır. Kameramı dəyişdim, yaxşıdır məncə. Nə deyəcəyimi istəyirdim. Müəyyən bir plan qurdum, plan çizdim ki, yəni planlı şəkildə eləmək lazımdır və mənə lazım olan nələrdir? Deməli, danışmaq üçün səlis danışmaq düşünürəmsə əgər sözlər, çoxlu söz bilmirəm, söz bazarı çox olmalıdır. Mənim 7000-ə qədər söz bazarım var idi. Bu belə necə deyim, özümü idarə etmək üçün yaxşıdır, amma imtahan üçün məncə biraz azdır. Bunu artırmaq lazımdır. Sözlər, bunu tutmuşam, sözlər və orada reading də önəmlidir. Bilirsiniz ki, IELTS-də listening, reading, writing and speaking önəmlidir. Sözlər həm mənə listeningdə, həm readingdə də hamısında kömək edəcək. Sözlər bunun belə bünövrəsidir. Sonra mətn. Yəni bugün məndə bir kitab var, Pathway. Bunu biz universitetdə istifadə edirik. Pathway-dən bir mətn işləmək, bəlkə də 2 mətn işləməyi nəzərdə tuturam bugün üçün. Bir film izləməyi nəzərdə tuturam. Necə? Məndə bir-iki belə necə deyimsə film adı var. Bu filmlər izləmişəm hətta nümunə üçün görüm həqiqətən dedikləri kimidirmi? Bu filmlər başlanğıc üçün çox yaxşıdır. Çünki nitq aydındır. Dediyi başa düşürsən və orada işlənən ifadələr avtomatik insanın beynində həkk olur deyə çox rahat olur. Bunlardan biri How I Met Your Mother-dır. Yəni bu filmi çox məsləhət görürəm. Hətta bugün onun ilk 2 bölümünə baxmağı nəzərdə tuturam. Daha doğrusu hədəfliyəm. Bunu yazım. How I Met Your Mother. Sonra baxmışsınızsa əgər Friends-də önərirəm. Friends də çox yaxşıdır. Mən baxmamışam, baxmağı hədəfliyəm. Görək. Yazdıq. Planlarımda bugün müsahibə videosu var idi. Bunu tamam çəkdim. Bunu ingiliscə. Birazdan sözlərdə nəyə məsləhət görürəm? Deməli, məndə sözlərdə bir şey var idi. İlk başlanğıc üçün mən abituriyent vaxtı idim. Bunu baş sözlərə başlayanda Günlara Mudovanın sinonimləri var idi. Mən onları, yəni bilsiniz necə idi? Yadımda düşəndə tərdə yuparım. Bizim bir müəllimimiz var idi. Deyirdi ki, bunu öyrənməyəni, nə bilim, biraz
necə deyirsə, qayda dışı olsa da deyirdi ki, bəs öyrənməyəni belə cəzaların olacaq. Cəzalar deməyəcəm indi burada. Çox belə qeyri-adi cəzalar var idi. Hətta elə olurdu ki, məsələn, kursdan 8-də çıxırıq, biz 11-ə qədər kursa saxlayırdım. Onun sinonimlərini öyrənmişdim. Təsəvvür edin, bir səhifədə 600-dən çox söz var idi və totalda 5 dənə vərəq, 5 vərəq, bir sözün 5 sinonimi var idi da. Öyrənənə qədər də adamın canı çıxırdı. Sonra sözlər bitdi, sinonimlər bitdi, antonimləri öyrəndirdim. Mən onları bugün burada təkrarlayacağım çünki asandan çətinə getirdi və yadımdan çıxanlar var. Daha sonra bir də sinif sözlər var idi. Bu sözləri mən dedim ki, aslında bu mənim harda lazım olacaq. Amma baxıram ki, hal-hazırda məsələn mən semestr imtahanı verəndə ingiliscəsindən oradakı söz həmin kitabda var. İmtahandakı söz həmin kitabda var. Yəni məncə öyrənmək lazımdır. Onlar da bu dəqiqə onun ilk 2 səhifəsi, 3 səhifəsi var. Mən də onu öyrənəcəm. Öyrənəcəm, yenə təkrarlayacağım çünki bilsəm də yenə təkrarlamaq lazımdır. Mətndəki indi PDF-i aşağı kimsə aşağıya qoyacağam, götürərsiniz oradan. Bir də nə var? Klasik Azərbaycan olaraq 504 essential words var. Oradakı sözlərində məsələn bir söz verib, bu sözün 3 fərqli mənası var. Necə deyim, nümunə ağlıma gəlmədi, amma göstərəcəm indi birazdan nümunə üçün. Neysə getdik. Maybe no one will notice if I disappear, but I'll pray for you all the time. If I could be by your side, I'll give you all my life, my seasons. Yazdım böyle bir şeyler ve başlayırıq. Bunu oxuya bilmək böyle bir baxış tələb edir, amma oxuyaq, başa çataq, görək nə olur. %31'e kadar sinonim öğrendim. İndi isə essential words var geçeceğim. Buna bırak. Deməli, Fəsfəydən bir mətni işlədim, bitirdim. Dəqiqə mətni sabah göstərmişdim. Bəzi sözlər çıxartdım. Bir tane böyle tapşırığı vardı, yazılı bunu elədim. Bir tane tapşırığı var idi. Bunu mesaj geldi, diqqətim var idi, dəqiqə. Ne deyirdim sizə? Dəqiqə. Deməli, tapşırığı işlədim. Absolutely Essential'dan 2 dənə həftəlik söz öyrəndim, mənalarını öyrəndim. Fəsfəydən mətin işlədim, bir mətni. Sonra nə oldu? Heç nə. Yine. Aslında gecelerim bitti. Yani bugünlük gecelerim bitti. Bir daha kalkıp filme bakmak, filmde ya da bakarım. Sadece bu yetmir. Ona göre biraz idiomlara tapmalıyım. Əvvəl bir iki video var idi. Onları kaydetmişdim. Gelin mən arxivi açım, o videoları tapım. İdiomlar ezberləməliyik. İfadələr ezberləməliyik. Bir ifadə kitabı var idi. İtirmişəm o kitabı. Kitabı tapsam sizə göstərirəm. Çox qəşəng kitab idi. Belə. Bir iki
Şimdi şey diye, ondan sonra da videonu sonlandırarım. Dostlar, bayağı vurguladığım gibi bu ingilis nə dediklərimi, yəni bugün üçün şart qoyduğumu bitirdim. Bircə film qaldı. Filmi də evə gəlib tamamlayacağım. Bir-iki araşdırma eləmişdim. Onları da indi bitirdim. Eləməliydim əslində, amma bitirdim. Tamam. Məndən bu qədər. İndi evə gedəcəm, yaxşı. Bu da mənim ilk vlogumun, ilk videomun sonu YouTube. Ümid edirəm bəyənərsiniz. Sağ olun.